Biz Muhammədə şeir öyrətmədik. Bu ona heç yaraşmaz da. Bu ancaq öyüd nəsihət və aydın Qur'andır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin. Məyər onlar görmürlər ki, biz onlardan ötürü sahib olduqları malqaranı öz əllərimizlə yaratmışıq? Bəzilərindən minik kimi yararlansınlar və bəzilərində yesinlər. Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi? Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçəndir ki, onlar bunlar üçün hazır durmuş əskərlərdir. Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.